Hal-hazırda bantizmə dəfələrlə zəng eləsəm də mənim zəngimi açmırlar. Mirqafar Seyidovun tapşırıqlarını icra edirlər. Paralel olaraq da 102 xidməti də həmçinin eyni qaydada olaraq Mirqafar Seyidovun tapşırıqlarını həyata keçirir. Keçən il Mirqafar bu avtoritetli, avtoportretli nəzibildi. İlqardan rüşvət aldı xüsusi xidmət orqanı. Bu ildə mənim azadlığımı mənim əlimdən alıb köhnə Günəşlər ərazisinə gətiriblər və onu da göndərmişəm. İndi mən bu barədə general отправленную. Bu ünvan şikayət. Düzdürmü? Baş Mütəşəkkil Cinayətçilərin Mübarizə İdarəsinindir. Maili. Və həmin bu maili mən General Rızayevə göndərmişəm. Həmin mail göndərilib. İndi görün bu dəfə bizim Bandatdildə oturanlar Əbülfət Rızayevə nə deyəcəklər? Üskü xidməsi barədə, Vüsal narkomanı bu evə yerləşdirmələri barədə. Bu bir kopyadır. Görək indi tədbir görəcək General Rızayev, yoxsa yox. Kəmaləddin Heydərov Vahabi oğlu barədə, saxta sənədlər barədə. Burada hamısı göndərilib. Ünvan Bandatdil ünvanıdır, elə deyilmi? Bantis ünvanıdır da. Mia Qovaz, həmin ünvanıdır. Bu mənim rəsmi mail adresimdir. Hansı ki, məcbur surətdə Google-dan keçdiyimi məhsuz qoymuşlar, bu da qalıb. İndi görüm, bu dəfə bizim Bandatdildə oturan Kənan Hacıyevdir, Bacıyevdir, valideynləri bu dəfə nə kimi tədbir görəcəklər.